Hansı Azərbaycan xanına aid xüsusiyyət verilməyib, Xatın-Arxa döyüşündə qalib gəlmişdir? Bu Pənahəli xana aiddir. O 1757-ci ildə Məhəmməd Həsən xan Qazara qalib gəlmişdir. Qarşısına Pənahəli yazaq. Pənahəli. Azərbaycanın şimal-şərqini birləşdirmişdir. Bu Qubalı Fətəli xana aiddir. Qubalı Fətəli. Qısaca yazaq. Qarabağ xanlığını asılı salmışdır. Qarabağ xanlığını asılı hala salan Urmiyalı Fətəli xandır. 1759 oraya yürüş etmişdir və xanlığı asılı vəziyyətə salmışdır. Urmiyalı yazaq. Qısaca Fətəli. Bayat savaşında məğlub olmuşdur. Bu 1748-ci ildə oraya gələn Şəki xanı Hacı Çələbidir. Çələbi yazaq. Və burada gördüyümüz kimi İbrahim Xəlil xana aid xüsusiyyət verilməmişdir. Düzgün cavab da odur.